Bugünkü dərsimiz tək və cəm isimlər, toplu isimlər. İsimlər cəmiyyətə görə iki cür olur. Tək, cəm. Cəmiyyət anlayışını necə başa düşə bilərik? Cəmiyyət çoxluq anlayışı deməkdir. Məsələn, adi dillə bunu belə izah edə bilərik. Tutaq ki, bir əşyadan bir dənədirsə, məsələn, qələm, stolun üstündə bir qələm var. Deməli, bu təkdə hesab olunur. Yox, əgər eyni əşyadan 2 ədəddirsə, 2 və daha artıqdırsa, artıq burada bizə həmin əşyaya cəm şəkilçisi artırmaq tələb olunur. Çünki artıq burada cəmiyyət anlayışı, cəmiyyət fərqi yarandı. Bir əşya yerinə artıq 4 əşya oldu, 3 əşya oldu. Deməli, burada bizə ismin kökünə larlər cəm şəkilçisi artırmaq tələb olunur. Cəmiyyət anlayışı da sırf bu deməkdir. Yəni ki, çoxluq anlayışı. Tutaq ki, elə ismin cəmi də bu deməkdir. Məsələn, bir əşyadan bir dənədirsə o təkdə hesab olunur. 2 və daha artıqdırsa cəmdə hesab olunur. Cəm şəkilçisi larlərdir. Məsələn, ağac təkdədir, ağaclar cəmdədir. Yaxud kitab təkdədir, kitablar cəmdədir. Qələm təkdədir, qələmlər cəmdədir. Və s. Deməli, ağac deyəndə bir ağacdan söhbət gedir, ağaclar deyəndə 2 və daha artıq ağacdan, kitab deyəndə bir kitabdan söhbət gedir, kitablar deyəndə 2 və daha artıq kitabdan, qələm deyəndə bir qələmdən söhbət gedir. Deməli, ismə cəm şəkilçisi artırmaq üçün ən az həmin əşyadan 2 dənə olmalıdır ki, biz ona cəm şəkilçisi artıraq. Yaxşı, bəs cəm şəkilçisi nə vaxt fərqli tələffüz olunur? Cəm şəkilçisi söz sonu D, N, R, S, Ş, T və Z samitləri ilə bitərsə, fərqli tələffüz olunacaq. Nümunələrə baxaq, nümunələr yazaq. Hər belə deyək də, sözün sonu hansı samitlə bitirsə, ona uyğun hərəsinə aid bir nümunə yazaq. Məsələn, D samitinə uyğun yad, yadlar. N samitinə uyğun yaza bilərik. Məsələn, oğlan, oğlanlar. R samitinə uyğun yaza bilərik. Qar, qarlar. Sonra yaza bilərik bura S samitinə uyğun. Məsələn, atlas sözün, coğrafi atlas var, böyük xəritə deməkdir. Atlaslar sözün yaza bilərik. Ş samiti ilə bitənə aid, məsələn, qaş sözün yaza bilərik, qaşlar. T samitinə uyğun qatlar sözün yaza bilərik. Nümunə üçün hərəsinə aid bir dənə söz yazıram. Amma bu bütün bu samitlərlə bitən bütün sözlərə aiddir. Z-ya da uyğun yaza bilərik bura qaz sözün, qazlar. İndi bunların tələffüzünü yazaq. Yadlar sözü yadlar kimi tələffüz olunacaq. Oğlanlar sözü oğlanlar. Qarlar sözü qarlar. Atlaslar sözü atlaslar kimi tələffüz olunacaq. Atlaslar. Qaşlar sözü qaşlar. Qatlar sözü qatlar. Qazlar sözü qazlar kimi tələffüz olunacaq. Deməli, cəm şəkilçisi söz sonu D, N, R, S, Ş, T, Z samitləri ilə bitərsə, fərqli şəkildə tələffüz olunacaq. Ümumiyyətlə, cəmlik anlayışı görəsən bütün isimlərə aiddir. Əlbəttə ki, yox, bütün isimlər cəmlənə bilmir. Hansı isimlər cəmlənə bilmir? Hansı isimlər cəmlənə bilmir? Məsələn, L üstü 4 şəkilçisinin köməyi ilə yaranmış peşə sənət mənalı isimlər cəmlənə bilmir. Daha sonra həmin şəkilçinin köməyi ilə yaranmış bəzi mücərrəd isimlər cəmlənə bilmir. Nümunələrə baxaq. Məsələn, müəllimlik,
həkimlik, mühəndislik, yaza bilərik. Bu tipli bütün sözləri, sənət peşə bildirən sözləri yaza bilərik. Dənizçilik, sonra vəkillik və s. yaza bilərik. Bayaq dediyim kimi bir də bəzi mücərrəd mənalı isimlər var ki, onlar da cəmlənə bilmir. Məsələn, səmimilik, mehribanlıq, ürək təmizlik. Bu tipli sözlərə cəm şəkilçisi artırmaq olmur. İndi baxaq, toplu isimlər nəyə deyilir? Toplu isim nədir? Toplu isim, belə deyək, tərkibində cəm şəkilçisi olmasa da, cəmlik anlayışı bildirən bəzi sözlər var. Həmin o sözlərə toplu isimlər deyilir. Nümunələr yazaq, sonra nümunələrin üzərində izah edək. El və s. Bu tipli isimlər tərkibində cəm şəkilçisi olmasa belə, özündə böyük bir kütləni birləşdirir. Məsələn, xalq deyəndə, tutaq ki, Azərbaycan xalqı ifadəsini işlədirik. Azərbaycan xalqı deyəndə, Azərbaycan xalqının, Azərbaycanlıların hamısı nəzərdə tutulur. Yəni, tərkibində bütün bir dövlətin nümayəndələrini birləşdirir. Qoşun deyəndə, qoşuna daxil olan bütün insanları, bütün əsgərləri nəzərdə tutur. Və yaxud cəmaat deyəndə də cəmaatın tərkibinə tutaq ki, deyirəm kənd cəmaatı. Kənd cəmaatı deyəndə kəndin içərisində nə qədər insan yaşayırsa, onların hamısı nəzərdə tutulur. Və yaxud ilxı deyəndə ilxı atlar topasıdır. Məsələn, orada çoxlu at ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər və bu say getdikcə çoxala bilər. Deməli, bu sözlər heç bir cəm şəkilçisi qəbul eləməsələr də öz tərkibində cəmlik anlayışı var. Belə isimlərə deyilir toplu isimlər. Toplu isimlər özü cəmlənə bilir. Məsələn, onlara da cəm şəkilçisi artıra bilərik. Tutaq ki, xalq sözünə cəm şəkilçisi artırdım, xalqlar oldu. Və yaxud qoşun sözünə cəm şəkilçisi artırdım, qoşunlar oldu. İlxılar, sürülər və s. Deməli, toplu isimlər də cəmlənə bilir. Amma elə toplu isimlər var ki, həmin toplu isimlər cəmlənə bilmir. Hansılar da olar? Bunu bir qeyd kimi yazaq bura. Bu toplu isimlər cəmlənmir. Cəmaat, cəmaatlar demək olmaz. Əhali, ictimaiyyət. İctimaiyyətlər sözü heç məntiq cəhətdən də o sözə cəm şəkilçisi artırmaq olmur. Deməli, bu 3 toplu isim və s. yazmayaq bura. Çünki cəmi 3 dənədir. Bu 3 toplu isim cəmlənə bilmir. Bir də toplu isimlərdə belə bir xüsusiyyət var. Toplu isimə əgər mən leksik şəkilçi artırsam, tutaq ki, mən toplu isimə leksik şəkilçi artırıram. Məsələn, ya da qayda kimi yazaq. Toplu isimə leksik şəkilçi artıranda o artıq toplu olmur. Toplu isim sayılmır. Məsələn, ilxıçı və yaxud orduca.
Baxaq bu nümunəyə. Məsələn, ilxi deyəndə həqiqətən də çox belə deyək, atlar sürüsündən söhbət gedir. Üzr istəyirəm, atlar topasından söhbət gedir. Yəni bilirik ki, ilxi deyəndə artıq burada çoxlu atlar nəzərdə tutulur. Amma ilxıçı deyəndə buradakı çı şəkilçisi nə düzəltdi? İnsan anlayışı bildirən söz düzəltdi və həmin insan təkdə olur. Təkdə olduğuna görə də deməli o artıq toplu isim sayılmır. Və yaxud ordu. Ordu özü düzdür. Topluluq bildirir. Amma orducaq deyəndə hər hansı konkret bir yerdən söhbət gedir və həmin yer tək hesab olunur. Cəmdə hesab olunmur. Bu kimi şeylərə diqqətli olmaq lazımdır. Bir də toplu isimlər haqqında onu deyim ki, tərkibində cəmli anlayışı olsa da, qrammatik cəhətdən təkdə hesab olunur. Məsələn, toplu isim işlənmiş cümlənin xəbəri heç vaxt cəmdə ola bilməz. Əgər söz özü cəmlənməyibsə, cəm şəkilçisi qəbul eləməyibsə, heç vaxt cəmdə ola bilməz. Məsələn, xalq, tutaq ki, belə bir nümunə yazırıq bura. Xalq ayağa qalxdı. Xalq ayağa qalxdı olar, yoxsa xalq ayağa qalxdılar? Əlbəttə ki, xalq ayağa qalxdı olar. Çünki bu söz düzdür, cəmli anlayışı var içərisində. Cəmli anlayışı ifadə eləyir, amma qrammatik cəhətdən təkdə hesab olunduğu üçün xəbəri də təkdə tələb eləyir. Əgər olsaydı xalqlar, onda xalqlar ayağa qalxdılar olardı. Çünki onda artıq cəm şəkilçisi olacaqdı və xəbərdə də cəmi bildirən şəxs sonluğu olmalı idi. Amma bu halda verilibsə, deməli o təkdədir və özündən sonra gələn xəbəri də təkdə tələb eləyir.